1950-ci illərin əvvəllərində qazılmış bu neft quyusu Cəlilabad rayonunun Ağdaş kəndində yerləşir. Quyunun üzəri dəmir qapaqlarla örtülsə də, yüksək təzyiq nəticəsində çıxan neft sızaraq ətrafa axır. Yanğın təhlükəsini hamı bilir. Bura gələn həmişə gəlir buradan qabda, özü üçün götürür o neftdən, aparır, istifadə edir. Amma burada heç kim indiyəcən buranı yandırmayıb. Hətta burada bir yanğın hadisəsi baş verir, hamı tökülüb gəlir, buranı əhatəyə alır ki, bura yanmasın. Kənd sakinlərinin sözlərinə görə qazıntı işləri zamanı həmin dövrdə burada neft buruğu da quraşdırılıb. Bir neçə il ərzində aparılan qazıntılar zamanı quyuda gözləniləndən daha çox neftin olduğu məlum olub. Neftlə bir yerdə qaz çıxanda partlayış baş veribdi. O partlayışın nəticəsində burada faciə olubdu. Yəni insan itkisi olubdu. İndi neçə nəfər olub, onun dəqiq məlumatımız yoxdur. O insan itkisi olandan sonra buranı dayandırıblar. Elə o vaxtdan quyunun ağzı qapadılıb, ərazidə işlər dayandırılıb. Lakin Ağdaş kəndində neftin tapılması burada yeni bir səhifə açıb. Bundan həvəslənən kəndin ondan yuxarı orta məktəb məzunu yüksək nəticələrlə eyni ildə neftçi olmaq arzusu ilə ali məktəblərə daxil olublar. Bu quyudan sızan neftdən sakinlər dəri xəstəliklərinin müalicəsində də istifadə edirlər. Nuranə Tərlan qızı, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Cəlilabad.